Tarix və şəxsiyyətin daha bir bölümünə xoş gəlmisiniz. Bugün biz çox maraqlı bir mövzuya toxunacağıq. Bir seçki necə oldu ki, bir üsyana çevrildi? Söhbət Seyid Cəfər Pişəvərənin parlament mandatının ləğvindən və bu hadisənin İran tarixində buraxdığı dərin izlərdən gedir. Gəlin, bir anlıq təsəvvür edək. İndi biz 1944-cü ilin iyul ayındayıq. Məkanımız Tehrandır, İran parlamenti, yəni o zamanki məclis. Hava həqiqətən də siyasi gərginliklə doludur və burada bu zalda veriləcək hər bir qərar sözün əsl mənasında ölkənin gələcək taleyini müəyyən edəcək. Bax bu rəqəmə, 15.780. Bu boş bir rəqəm deyil. Bu, Seyid Cəfər Pişəvərinin Təbrizdə öz seçki dairəsində qazandığı səslərin sayıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, o şəhərin ikinci ən çox səs toplayan nümayəndəsidir. Xalqın ona olan etimadının çox aydın bir göstəricisidir bu. Yaxşı, bəs onda ortaya belə bir sual çıxır. Necə olur ki, təxminən 16.000 səs almış, tamamilə qanuni yolla seçilmiş bir nümayəndənin etimadnaməsi məclis tərəfindən rədd edilir. Bu qərarın arxasında əslində nə dayanırdı? Gəlin bu tarixi müəmmanı birlikdə araşdıraq. Beləliklə, birinci fəsil, mübahisəli səs vermə. Araşdırmamıza birbaşa hadisələrin kulminasiya nöqtəsindən, yəni Pişəvərinin taleyini həll edən o dramatik məclis səs verməsindən başlayırıq. Amma bir dəqiqə, o səs verməni tam anlamaq üçün gəlin ikinci fəsildə bir addım geriyə gedək və ümumiyyətlə bu seçkilərin hansı şəraitdə keçirildiyinə nəzər salaq. Söhbət işğal altındakı bir İrandan gedir. Bax, bu xronologiya bizə o dövrün siyasi mənzərəsini çox aydın şəkildə göstərir. Deməli, 1941-ci ildə müttəfiqlər İrana daxil olur, Rıza Şah hakimiyyətdən gedir və ölkədə tamamilə yeni bir növ siyasi boşluq və eyni zamanda fəallıq dövrü başlayır. 14-cü məclis seçkiləri də məhz belə bir qarışıq, yəni həm xarici işğal, həm də daxili qeyri-müəyyənlik şəraitində keçirilirdi. Bu işğal əslində İranı Sovet İttifaqı ilə Britaniya arasında bir növ proksi mübarizə meydanına çevirmişdi. Təsəvvür edin, şimalda, yəni Azərbaycanın da daxil olduğu ərazilərdə Sovetlər özlərinə layal Tüdə partiyası kimi namizədlərin seçilməsi üçün çalışırdılar. Cənubda isə Britaniya öz köhnə müttəfiqlərini, varlı torpaq sahiblərini, tayfa başçılarını məclisə gətirmək istəyirdi. Yəni bu seçkilər İran xalqının iradəsindən daha çox bu iki böyük gücün maraqlarının toqquşma nöqtəsi idi. Yaxşı, keçək üçüncü fəslə. Pişəvəri seçki kampaniyasında. Bəs belə mürəkkəb bir siyasi tabloda Pişəvəri kim idi və necə oldu ki, xalqın bu qədər dəstəyini qazana bildi? Gəlin elə Pişəvərinin öz sözlərinə qulaq asaq. O, Əcir qəzetində yazırdı, bu 6 aylıq seçki kampaniyası istər-istəməz məni cəmiyyətin dərinliklərinə çəkdi. Mən Təbriz əhalisinin bütün təbəqələri ilə tanış oldum. Həqiqət acı və təəssüf doğrucuydu. Yəni, bu sözlər onun strategiyasını çox gözəl ifadə edir. O, siyasəti isti kabinetlərdən çıxarıb, birbaşa xalqın arasına, onların problemlərinin mərkəzinə daşıyırdı. Bəs o bunu necə edirdi? Pişəvərinin kampaniya metodları açığı dövrü üçün çox progressiv idi. O, durub Təhranda bəyanatlar vermək əvəzinə ucqar kəndlərə gedib, yoxsul kəndlilərlə görüşürdü. Fabriklərdə fəhlələrin tələblərini dinləyirdi. Öz qəzeti olan Əcr vasitəsilə Azərbaycanın baxımsız vəziyyətini, məktəb xəstəxana çatışmazlığını hər gün gündəmə gətirirdi. Sosial sığorta, əmək qanunları kimi o dövr üçün çox radikal sayılan mövzulardan açıq şəkildə danışırdı. Məhz buna görə də o, fəhlələr və yoxsullar arasında çox güclü bir dəstək bazası yarada bilmişdi. Dördüncü fəsil. Məclisdəki qruplaşmalar. Yaxşı, Pişəvəri seçildi və Təbrizdən Tehrana getdi. Bəs orada, parlamentin dəhlizlərində onu hansı siyasi qüvvələr, hansı qruplaşmalar gözləyirdi? Məclis əsasən iki böyük qütbə bölünmüşdü. Bir tərəfdə Britaniya yönlü, antikommunist və mühafizəkar Seyid Ziyadəddin Tabatabayninin fraksiyası var idi, digər tərəfdə isə Sovet yönlü, kommunist Tüdə partiyası. Və baxın, hekayəmizin bəlkə də ən vacib nüansı budur. Pişəvəri bu iki qrupdan heç birinə tam olaraq sığmırdı. Onun Tüdə partiyası ilə münasibətləri də çox mürəkkəb və rəqabət dolu idi. Məhz buna görə də o, Tüdə partiyasının bir peyki olmaq əvəzinə Azərbaycandan olan digər deputatları da öz ətrafında toplayaraq Azadlıq fraksiyası adında müstəqil bir qrup yaratdı. Bax, bu addım onu həm Britaniya yönlü qüvvələr, həm də elə Tüdə partiyasının özü üçün ciddi bir təhdidə çevirdi. Çünki müstəqil bir Pişəvəri məclisdəki o çox həssas güc balansını hər an poza bilərdi. Və beləliklə gəlib çatırıq 5-ci fəslə. Etimadsızlıq votumu.
Bütün bu siyasi çəkişmələrin, gizli razılaşmaların fonunda məclis artıq Pişəvərinin taleyini həll etməyə hazırlaşırdı. Müxalifətin, xüsusilə də Secid Ziyanın tərəfdarlarının arqumenti çox sərt və ideoloji idi. Onların qəzetlərində, məsələn, Rəddə Emruzda yazılırdı: Tüdə partiyası bizim milli müqəddəratımızı və dinimizi inkar edənlərdir. Biz onların seçki sənədlərini araşdırmalıyıq. Yəni onlar Pişəvərini sadəcə bir rəqib siyasətçi kimi yox, milli və dini dəyərlərə düşmən, xarici bir gücün agenti kimi qələmə verirdilər. Pişəvəri isə özünün o məşhur ehtiraslı müdafiə nitqində bu ideoloji hücumları kənara qoyub, müzakirəni tamamilə başqa bir müstəviyə çəkməyə çalışdı. O, üzünü məclisə tutub dedi: bütün Azərbaycanda cəmi bir dənə dövlət liseyi var. Təbrizdə hər xəstəyə büdcədən 2 real pul düşür. 2 real heç bir siqaretin pulu deyil. O bu sözlərlə əslində demək istəyirdi ki, əsas məsələ mənim kimliyim deyil, mənim təmsil etdiyim insanların acınacaqlı vəziyyətidir. Qızğın, saatlarla davam edən müzakirələrdən sonra nəhayət o an gəlib çatdı. Sədr son səsverməni elan etdi. Pişəvərinin mandatının taleyi artıq gizli səsvermə ilə həll olunacaqdı. Zaldakı gərginliyi təsəvvür etmək çətin deyil. Hər kəs nəfəsini tutmuş, qutudan çıxacaq nəticəni gözləyirdi. Və nəticə açıqlandı: əleyhinə 50 səs. Lehinə isə cəmi 47 səs. Bəli, cəmi 3 səs fərqi ilə 15 mindən çox seçicinin iradəsini təmsil edən bir deputatın mandatı ləğv edildi. Bəlkə də o an heç kim fərqində deyildi, amma İranın yaxın tarixi məhz o 3 səslik fərqlə tamamilə yeni bir məcraya yönələcəkdi. 6-cı fəslə xoş gəlmisiniz. Nəticələr və miras. Çünki məclisdəki bu səsvermə bir hekayənin sonu deyildi. Əksinə, bu daha böyük, daha qanlı bir münaqişənin sadəcə başlanğıcı idi. Deyilənə görə səsvermədən sonra Pişəvəri bu sözləri deyib: əgər məni qapıdan çölə atsanız, pəncərədən yenidən içəri girəcəyəm. Mən bu mürtəci ünsürlərlə haqq hesabımı çəkəcəyəm. Bu, açıq-aşkar bir meydan oxumaydı. Bu, onun parlament mübarizəsinin bitdiyini, amma siyasi mübarizəsinin hələ yeni başladığını göstərirdi. Gəlin hadisələrin sonrakı axarına baxaq. Bu xronologiya məclisdəki o qərarın birbaşa nəticəsini bizə çox aydın göstərir. Addım 1. 1944-cü ilin iyulunda etimadnamə rədd edilir. Dərhal sonra addım 2. Təbrizdə kütləvi etirazlar, tətillər başlayır. Bir il sonra addım 3. Pişəvəri artıq parlament fraksiyası yox, Azərbaycan Demokrat Firqəsi adlı kütləvi bir partiya qurur. Və nəhayət addım 4. 1945-ci ilin dekabrında, yəni səsvermədən cəmi bir il yarım sonra Pişəvərinin rəhbərliyi ilə Muxtar Azərbaycan Milli Hökuməti elan edilir. Parlamentdən qovulmaq Pişəvərini zəiflətmədi, əksinə onu daha da radikallaşdırdı. Analizimizi o dövrün böyük mütəfəkkiri Əhməd Kəsrəvinin bu çox kəskin sualı ilə bitirmək istəyirəm. O, İranın taleyin olacaq adlı əsərində soruşurdu: əgər deyirlərsə ki, Pişəvəri Sovet tərəfdarı idi, məclisdə başqalar da var idi. Əgər deyirlərsə ki, onun seçkisi təbii deyildi, məclisdə seçkisi təbii olmayan onlarla adam var idi. Bəs niyə məhz o hədəf alındı? Kəsrəvinin bu sualı əslində bugün də aktualdır. Pişəvəri sırf ideologiyasına görə, yoxsa Tehrandakı mərkəzi hakimiyyət üçün alternativ, müstəqil bir güc mərkəzi yaratdığı üçün təhlükəli hesab edilmişdi. Bugün sizə təqdim etdiyimiz bu təhlil İran və Azərbaycanın müasir tarixi üzrə araşdırmaçı cənab Yunes Leysinin dərin tədqiqatları əsasında hazırlanmışdır. Diqqətiniz üçün təşəkkür edirik. Tarixin bu kimi mürəkkəb anlarını və dünyamızı formalaşdıran şəxsiyyətləri daha dərindən anlamaq istəyirsinizsə, Tarix və Şəxsiyyət kanalımıza abunə olmağı unutmayın. Növbəti araşdırmalarda görüşənədək.